Salam, sabahınız xeyir olsun. Həkim Sən verilişinə baxırsınız. Nəzərinizə çatdırım. Həkim pediatr Günay Rəsulova studiyamızdadır. Leyla Medical Center'da fəaliyyətini davam etdirir. Analarımıza səslənirəm. 0-18 yaş daxil övladı olanlar diqqətli olsunlar, amma istər südəmər dövrü olsun, istər bəlli bir yaşa gəlib çatmış, yetkin yaşına çatmış uşaqlara belə bəzən müdaxilə tələb olunur. Lakin həkim tərəfindən özümüzün həkim olaq dediyimizdə nənələrimizin yazdığı resepti qoyaq bir kənara. Çünki bəzən işə yaramır. Bugünkü gündə bir çox südəmər uşaqlar olsun və ya bəlli dediyim 0-18 yaş daxil uşaqlarda qusma əlamətləri müşahidə olunur. Biz də bu nəzəriyyəni oxuyarkən müdafiə mexanizmləri sırasında qusmanı çox yaxşı bir əlamət, çox yaxşı bir simptom kimi tanıyırıq. Hətta qusma sırasında belə deyirik ki, bədənə mane olma, qoy nə varsa onu çıxartsın. Lakin bunun fəsadları da ola bilər, ağır xəstəliyin xəbərçisi də ola bilər. Nədir bu qusma? Sizi eşitmək istəyərdim. Qusma normal fizioloji bir vəziyyətdən tutmuş, beyin şişlərə qədər ciddi xəstəliklərin bir əlaməti olaraq görülə bilən bir simptomdur. Odur ki, biz belə olduğu halda buna sadəcə bir əlamət kimi deyil, simptomu kompleksin bir parçasıdırmı ona fikir veririk. Yəni, tək başına qusma və yaxud da bir neçə simptomlarla birlikdə olan qusma çox-çox önəmli bir vəziyyətdir. Elə yeri gəlmişkən bir dənə istərdim başımıza gələn, yəni yaşadığımız öz təcrübəmizə bir hekayəni danışım buna görə. Öz şəxsi yaxın qohumum, əmim qızı xaricdə yaşayır. Bunlar mənə zəng edir ki, uşaq sadəcə qusur. Biz 3 həftədir ki, xəstəxanada yatırıq, qusması keçmir. Və dərmanlar alır, mədə bağırsaqdan da deyilir, uzi edilir, baxılır və s. Uşaq da yeniyetmə yaş dövründə bir qızdır. 2 dənə əlamət soruşdum. Başqa bir narahatlığı varmı? Yox, çox arıqlayıb. Bəs menstrual sikli necədir? Dedi ki, ümumiyyətlə, bu qusma şikayətindən sonra son 3-4 aydır sikl görmür. Uşağın menstruasiyası dayanıb. Elə bu 2 əlamət mənə bəs elədi ki, təcilli uşağın başını emirliyə saldırın demək və çox beyində çox təhlükəli bir yerdə uşaqda beyin şiş aşkarlandı. Hansı ki, 3 həftə idi bu mədədən müalicə alırdı. Qusur deyə mədə. Bəli. Qastrit diaqnozu ilə 3 həftə idi uşaq xəstəxanada yatırdı, heç nə yeyə bilmirdi və s. Şübhələnmişlər ki, burada mədə bağırsaq, endoskopiya və s. Amma beyin şişi ağla gəlməmişdi. Hansı ki, bu əlamət siklin görülməməsi qusma ilə yanaşı son zamanlarda və çox çəki itirməsi telefondaca məni düşündürdü ki, bu beyinlə bağlı bir problem ola bilər və təcili MRT müayinəsində, hansı ki, bir həftə sonra Azərbaycana onlar təyyarə ilə uçacaq idi və bu şişin lokalizasiyası elə yerdə idi ki, çox təhlükəli bir yerdə idi. Hətta uçuş anında uşaqda çox ciddi fəsadlar ola bilərdi. Odur ki, yəni tək başdan simptom deyil, bir neçə əlamətlə birlikdə görülməsi bizim üçün əhəmiyyətlidir. Yeni doğan dövrdə ilk 6 ayda qusma tamamilə normaldır və fiziolojidir. İlk 6 ayda. Bəli, burada uşaq yediyinin çox az bir qismini çürüdərək çıxardırsa, çəki alımı normaldırsa, fiziki inkişafı yaxşıdırsa, uşağın bayıra getməyində, kakasında bir problem yoxdursa, bu qusmanı biz fizioloji sayırıq, heç bir müalicə etmirik və böyüdükcə öz-özünə keçib gedər deyə gözləyirik. Amma qusma sizin dediyiniz şəkildədirsə. Bəli, yanaşı əlamətlər çox önəmlidir. Fontan kimi də ola bilər. Yediyinin 3/2-sindən çoxunu çıxardırsa, çəki alımında susuzlaşar uşaq, yəni halsızlaşar, yeməkdən imtina edər və bu onun çəki alımına təsir edər. Qusma ilə yanaşı uşaqda ishal da varsa, qusma ilə yanaşı uşağın nəcisində qan və selik görülürsə, bu bir sıra infeksiyanın əlaməti də ola bilər. Odur ki, qusma şikayəti olan uşağın bir həkim tərəfindən müayinə olunması mütləqdir. Biz müayinədə baxırıq ki, burada təhlükəli heç bir əlamət yoxdur. Bu qusma normal fizioloji olan bir qusmadır. Heç bir dərman müalicəsi tələb etmir və tədricən öz-özünə keçir və həqiqətən də 6 aydan etibarən əlavə qidaya başladıqdan sonra bu şikayətlər tamamilə uşaqda azalır, get-gedə də itib gedir. Yəni, odur ki, tək başına simptom kimi deyil, simptomu kompleksin bir parçası olaraq yanaşı təhlükəli əlamətlərin olub-olmamasına və pediatr müayinəsində uşağın müayinəsi normal olub-olmamasına fikir vermək lazımdır. Niyə qatı qidalar verilməsi qadağan olunur? İlk olaraq maye şəklində qəbula başlamaqdır. Bu hər zaman maraq doğurub. Qusma şikayəti olan uşaq, kəskin infeksiya dövründə olan qusmalar zamanı biz uşağa su içirilməsi, məsələn, ard-arda qusursa, uşaq deyək ki, bir infeksion, bir xəstəlik keçirdir, məsələn, rotavirus, adenovirus və ya hər hansı bir bakteriyal infeksion bir xəstəlik keçirirsə və bu zaman qusma şikayəti varsa, qatı qida qusuntu sırasında uşağın aspirasiya etməli
riski, təhlükəsi yüksək olduğuna görə məsləhət görülmür. Elə olduğu halda ancaq yəni çay bunu qaşığı, bir tərcümə eləyək. Yəni uşaq qatı qidanı qusarsa ki, qusma şikayəti olan uşağın təkrarı qusma ehtimalı yüksəkdir və biz ona qatı qida verərkən uşaq qusanda həmin qatı qida nəfəs yoluna keçə bilər. Qusma uşaqlarda kontrol mexanizmi böyüklərdəki qədər tam yetişkin formalaşmamış olduğuna görə nəfəs yoluna qaça bilər və boğulma təhlükəsi ola bilər. Ona görə qusma şikayəti olan uşaq infeksiya dövründə maye, sulu, bulyon verin deyirik, məsələn adi su verin deyirik. Maye halında əgər uşaq ana südü qidalanırsa, ana süd əmizdirin deyirik, süni qida yeyirsə. Maye halında tənəffüs yollarına düşə bilməz ki? O zaman mayeni çıxarmaq daha rahat olduğuna görə uşaq çox zorlanmaz. Amma düşünün ki, qusma refleksi var və mədədə də qatı qida var. O zaman hətta bəzən Mallory-Weiss sindromu dediyimiz qida borusu qanaması belə ola bilmə təhlükəsi olduğuna görə, yəni bu şəkildə təkrar qusan uşaqlara çox qatı qidanın verilməsi məsləhət deyil. Qusmanın durduğuna əmin olduqdan sonra bəli biz verə bilərik. Məsələn, mədə-bağırsaq infeksiyası dövründə bir soyutma kartof verin deyirik, banan əzim verin deyirik, makaron verin deyirik. Məsələn, kəsmik süzmə, turş süt məhsulları, düyü həlimi verin deyirik, düyünün özünü yaxşı bişirib əzib verin deyirik. Amma qusmanın dayandığına əmin olduqdan sonra bunları verin deyirik. Amma ard-arda qusan uşaqlara ümumiyyətlə qida verilməsi, israrla yedizdirilməyə çalışılması məsləhət deyil. Az öncə sizin də vurğuladığınız kimi qusma həm də bizim orqanizmin müdafiə funksiyasıdır. Əgər hər hansı bir qida uşağa düşmürsə, qida allergiyalarında belə dalbadal qusmalar görülə bilir. Ard-arda qusma bəzən anafilaksiyanın bir əlaməti olaraq da görülə bilir. Yəni bədən həmin o antigeni, allergeni bədəndən atmaq istəyir. Və yaxud da qida toksik infeksiyası zəhərlənmədirsə, həmin zəhəri bədəndən atmaq istəyir. Odur ki, həmən durdurmağa çalışmaq yox, uşağın yəni qusub qurtardığına əmin olduqdan sonra əlbəttə ki, qusma səbəbi araşdırılması məqsədi ilə həkimə müraciət edilməsi mütləqdir. Qusma varsa bir şərtlə qorxmaq lazımdır. Altda yatan hər hansı bir ciddi patologiya varmı? Bunun üçün bütün bu şübhələrimizi həkimin qəbulu sırasında aydınlığa gətirə bilərik. Digər tərəfdən qusan insana mane olmaq olmaz. Qusmalıdır. Çünki bədən bunu artıq istəmir. Xüsusən də zəhərlənmə təhlükəsi varsa, xüsusən də qida allergiyası təhlükəsi varsa, hər hansı bir yediyi toxundu düşünürüksə, bəli, onu bədəndən, mədədən xaric etməsinə kömək etmək lazımdır. Çünki qusma bir onu bədəndən xaric etmə mexanizmidir həmçinin. Amma əlbəttə ki, burada infeksiyon səbəblərdirsə o aydındır. İndi həkim qəbulu sırasında aydınlaşdırılacaq. Doktor, axı biz dedik, qusursa susuzlaşmanın da arxasınca gətirir. İndi südəmər uşaqlara da bugün qusma olan halda belə, yəni su verilir. Bu nə dərəcədə doğrudur? Yəni bu su təminatını necə depolaya bilər? Məsələn, ilk 6 ay körpələrə biz normalda, yəni normal körpələrə su verilməsi tərəfdarı deyilik. Çünki ilk 6 ay sırf südlə qidalanan uşaq, bu istər ana süd olsun, istər süni qida olsun, bu uşaqların suya da ehtiyacı tam təmin edildiyinə görə maye yükü əlavə, maye verilməsi ancaq və ancaq əlavə maye yüküdür. Amma əlbəttə xəstəlik dövründə uşaq deyək ki, infeksion bir xəstəlik keçirir ilk 6 ayında, ard-arda qusur, halsızdır, süstdürsə, o halda süddən də imtina edirsə, çay qaşığı su verilə bilər. Amma normal uşağın ilk 6 ay sırf südlə bəslənirsə, əgər qidalanırsa, əlavə maye yükünə ehtiyacı yoxdur. Ki, mədə-bağırsaq virusları da tez-tez müşahidə olunduğuna görə pediatr həkimin dəyərləndirməsi çox vacibdir. Bəzən biz ixtisas həkiminə aparmırıq uşağı. Məhz ona görə buradan səslənib demək istəyirəm ki, əgər uşaqlarınıza özəl bir həkimi yoxdursa, pediatr Günay xanımdan əlaqə saxlaya bilərsiniz. Yaş dəyərləndirməsi, yəni bugünə qədər keçirdiyi infeksion xəstəliklər, var olan peyvəndlər, ehtiyacı olan müdaxilələr, tibbi müdaxilələrdən gedir söhbət və hazırki vəziyyətinə görə həkim dəyərləndirilməsi aparılacaq. Bu da çox vacibdir. Hər uşağın öz həkimi olmalıdır. Bəli, yəni heç bir sağlamlıq problemi olmayan uşağın belə vaxtaşı pediatr kontrol müayinəsindən keçməsi vacibdir. Məsəl üçün, bir neçə gün öncə belə bir uşaq qəbulumda oldu. Elə yeri gəlmişkən qusma şikayəti. Sadəcə uşaq çox qusur. İndiyə qədər aldığı müalicələr də ancaq simptomatik müalicələrdir. Qusma əleyhinə dərmanlar. Onu verən müddətdə müvəqqət azalır. Amma uşaq geri davamlı narahatdır, huzursuzdur. Çəki alımında problem vardır. Bu uşağın böyrəyində 3-cü dərəcəli hidronefroz xəstəliyi aşkar olundu. Yəni düşünün, sadəcə qusma şikayəti ilə altında yatan ciddi böyrək problemləri olabilir. Yəni o səbəbdən qusma əlaməti var, yoxsa yanaşı? Mütləq uşaqlarda sidik çıxarıcı sistemin aşağı sidik yolları olsun, yuxarı sidik yolları olsun, böyrək və ya sidik çıxarıcı sistemi
sistemin hər hansı bölümündə olan xəstəliklər, infeksiyalar olsun, tək əlaməti belə qusma ola bilər. Heç bir başqa əlamət vermədən belə, əgər uşaq qızdırma və sadəcə qusma ilə gəlirsə, bu qusma ilə yanaşı uşaqda ishal yoxdur, uşaq bayıra normal gedirsə, burada bizim ilk ağlımıza gələn şey hətta sidik yolu infeksiyaları olur. Əgər uşaqda qrip əlamətləri yoxdur, boğazı gəlməyibdir, askırmır, öskürmür, ocaqsız sadəcə qızdırır və qusursa və yanaşı ishal yoxdursa, mədə-bağırsaq sisteminin digər xəstəlikli əlamətləri yoxdursa, burada əksi sübut olunana qədər böyrək və sidik çıxarıcı sisteminin infeksiyaları mütləq ki düşünülməlidir. Hansı ki, bu uşaqda isə əsas əlamət davamlı narahatlıq, huzursuzluq və eyni zamanda çəki almında problem və qusma idi. Deməli, burada 3-cü dərəcəli uşağın böyrəyində hidronefroz çıxdı və biz onu təcili olaraq əlbəttə ki, cərrah konsultasiyası istədik. Bunun infeksiya bağlı olub olmadığı, hər hansı bir anadan gəlmə böyrək və sidik çıxarıcı sistemdə olan darlıqların, uretropelvik biləşkədə olan darlığın olsun və yaxud da sidik kisəsi ilə sidik axarı arasında olan birləşmədə olan bir darlıqlar, stenozlar və s. problemlər olsun, araşdırılıb mütləq ki, aradan qaldırılacaq. Çox zaman bu hallarda cərrahi müdaxilələrə də ehtiyac olur. Odur ki, narahatlığı olan uşağın əgər ana hiss edirsə, ananın intuisiyasına biz çox güvənirik. Ana deyirsə ki, bu uşaq narahatdır, bu uşağın həqiqətən də altında yatan bir problemi çıxır, mütləq ki, çıxır. Əlbəttə, bizim ilk ağımıza gələn bəzən bəlkə doymur, bəlkə sadəcə köpü var deyə düşünürük. Bəzən həqiqətən də sadəcə ev istidir deyə uşaq çox narahatdır. Əlbəttə, bu ehtimalları da nəzərə alırıq. Evi biraz səmimi amma müvəqqəti olmalıdır. Bəli, bu, məsələn, bunu edən kimi ana deyir ki, uşaq rahatladı. Əgər ana israrla vurğuluyursa ki, bu uşaq narahatdır, mütləq daha dərinə getmək lazımdır. Bir uzi müayinəsi eləmək lazımdır. Bəzən biz başda məsələn neyrosonografiya müayinəsi istəyirik, bəzən ultrasəs müayinəsi istəyirik, bəzən CD analizi istəyirik, bəzən də qida götürməməzlik problemləri axtarırıq. Ananın israrla narahatdır dediyi uşaqdan 99%-də həqiqətən də altında yatan bir problem çıxır. 1% isə sadəcə istidən deyil, sadəcə bəlkə də doymur deyə düşünürük. Odur ki, ananın narahatlıqlarına da güvənmək lazımdır və analar da bizə dinləyən, baxan analar da bilməlidirlər ki, əgər israrla düşünürsünüzsə ki, uşağınız narahatdır, mütləq ətraflı müayinə elətdirin. Amma görürsünüz necə maraqlı fikirlər söyləyirsiniz. Doktor, az öncə dediyim kimi diferensial diaqnostika çox vacibdir. Çox önəmlidir, bəli. Həkim nə qədər bilgili olmalıdır ki, mən indi sadəcə qusma, əslində bu mövzu deyil, bu bir əlamətdir və əlamət üzərindən yola çıxıb, biz qusma hansı hallarda 0-18 yaş daxil uşaqlarda ola bilər? Hə, müdafiə mexanizmi də əl vurma, qussun. Amma bu davam eləyərsə, çəki itkisindən tut, ağlımıza nə gəlir? Bədxasəli törəmələrdən qurd xəstəliklərinə qədər şübhə doğuracaq məqam. Amma bunu mən valideyn olaraq düşünməməliyəm. İstəsəm də o qədər bilgi sahibi ola bilmərəm. İntuisiyalar öz yerində, o ayrı, amma bilgili həkim axtarışında olanlara buradan səslənmək istəyirəm. Uşaqlarınızı elə həkimlərə etibar eləyin ki, o tək bir əlamət söylədiyiniz halda yanaşı digər əlamətləri sizə sual verərək aydınlaşdırmalıdır. Bax, görürsünüz, deyirsiniz, xaricdən zəng elədi, 2 sual verdim. 2 əlamət mənə maraqlı gəldi. Çünki 3 həftə, yəni o da yaşına görə yəqin ki, siz dəyərləndirdiniz. Həm yaşına görə, bəli, hər yaşın da öz məsələn şikayətləri var. Məsələn, gəlir deyir, uşağın başı ağrıyır. Baş ağrısı sadəcə qripdən sonraki sinusit, qaymoritə bağlı da ola bilər. İnsanlar bunu ilə arasında belə bilir. Sinusit, frontit və s. bağlı da ola bilər. Beyin şişinə bağlı da ola bilər. Odur ki, baş ağrısı ilə yanaşı uşağın məsələn yeriməsində dəyişiklik varmı? Səndəliyirmi? Heç məsələn getdiyi yerdə, durduq yerdə yıxıldıqları olurmu? Baş ağrısı ilə yanaşı qusma olurmu? Ağrı kəsiciyə tabe olurmu? O qədər yəni suallarla biz onu aydınlaşdırırıq. Anamnez diaqnozun yarısıdır. Ananın verdiyi məlumat diaqnozun yarısıdır. Bizə çox kömək edir. Yəni pediatr olaraq uşaq nefrologiyası, uşaq endokrinologiyası, nevrologiyası hamısını əhatəli şəkildə bir sandıq kimi. Nə gözəl. Ona görə ümumi pediatriya çox dərin sahədir. Dar ixtisasda biz ancaq məsələn böyrək və sidik çıxarıcı konkret bir insanı dəyərləndirirsiniz. Bir də var ki, sahə nədir? Ona görə pediatr yönləndirməlidir həm də. Məsələn, biz onun altında yatan nevroloji problemi məsəl üçün görürük, yoxsa nefroloji problemi görürük, böyrəyin xəstəlikləri nefroloqa mı geçsin, uroloqa mı geçsin, yəni bunlar tamamilə çox fərqli sahələrdir. Məsələn, sadəcə gəlir, ana deyir ki, uşağım tez-tez xəstələnir. Baxın, burada o qədər dərin bir, məsələn, anamnez çox önəmlidir. Ananın verdiyi informasiya bizim üçün çox önəmlidir ki, tez-tez xəstələnmə probleminin altında, məsələn, anadan gəlmə immun çatmamazlığından tutmuş, revmatik xəstəliklərə qədər və yaxud da sadəcə normal, ilk 5 yaşda görülən immatur immun sisteminin yaratdığı problemə qədər ola bilər. Məsələn, normalda deyirik, bir uşaq bir fəsildə, soyuq fəsildə 10 dəfəyə qədər xəstələnə bilər. 10 dəfə üst tənəffüs yolu xəstəliyini keçirə bilər.
Amma burada o qədər incə nüanslar var ki, orada biz anadan gəlmə immun yetməzlik axtarıb tapa bilirik. Məsələn, uşaq hər xəstəliyi ağırlaşma ilə keçirirmi? Hər xəstəlik zamanı 2 həftədən çox davam edən antibiotik müalicəsinə ehtiyac olurmu? Hər xəstəlik zamanı uşağın xəstəliyi irinli, otitə və pnevmoniya keçirmi? Yəni, xəstəlik sırasında, məsəl üçün, antibiotika terapiyanın yüngül və yaxud da aşağı qrup antibiotika terapiyanın faydası olmur, yoxsa daha üst sinif antibiotik terapiyaya ehtiyac olur. Bu halda biz anadan gəlmə immun yetməzlikdirmi, yoxsa sadəcə tez-tez xəstələnən normal yaş qrupu uşağın bir xüsusiyyətidirmi? İnsanın başı şişər. Bəli, doğrudan deyil. Pediatri çox dərindir. Ana gəldi ki, bu uşaq hər ay xəstələnir. Bir də uşaq hiss etdiyini demir. Subyektivlik burada yoxdur ümumiyyətlə. Tamamen obyektiv şikayətlər və ananın verdiyi məlumat üzərindən biz yol alırıq. Məsələn, gəldi ki, uşaq hər ay xəstələnir. Hər ayın Südəməl uşaqda tap görüm problemi. Periyodiklik çox önəmlidir. Özə ki, məsələn, PFAFA sendromu deyilən bir sindrom var. Burada uşaq hər ay qızdırır. Ana deyir ki, bu uşaq hər ay qızdırmalanır. Məsələn, bu mənə ilk dəfə gəlir. Dəyişkən dərəcələrdə, yoxsa? Eynidir. Deyir ki, hər ay qızdırma, nələr verirəm qızdırma düşmür. Öz vaxtı çatanda elə bir ki, yəni bıçaq kimi uşağın kəsir və qızdırması düşür. Burada artıq periodik qızdırma sindromları ön plana düşür. Burada artıq nə soyuqlama, nə qrip, nə infeksiya əsas deyil. Yəni, deyir ki, boğazı gəlir, qızdırır. Yəni, burada təkrarlanan angina ilə, xroniki angina ilə PFAFA sindromunun fərqləndirməsi çox önəmlidir. Çünki təkrarlanan anginadırsa, biz buna antibiotik terapiyası eləməliyik. PFAFA sindromudursa bir doza deksametazon verməliyik. Ona görə bunun ayrımı da o qədər incə və həssas məsələdir ki, və biz ona PFAFA sindromu diaqnozu qoyuruqsa, gələn aylardan etibarən həmin qızdırma vaxtı artıq ana özü həkimə getmədən uşağının qızdırmasını evdə idarə edir. Artıq 37 yarımda, aha qızdırmalar başladı dediyi anda deksametazon bir doza alır verir həkimin təyin etdiyi dozada və uşağın qızdırması daha qalxmır. İmmun sisteminə görə? Bəli, bu artıq sırf periodik sindrom, qızdırma sindromu olduğuna görə sistemdə də problemlər ola bilir o sırada. Daha çox revmatik xəstəliklər qrupuna aiddir. Bəli, autoimmun revmatik xəstəlik qrupuna aiddir və 2 yaş civarlarında uşaqlarda ən çox görürük biz onu. Hər ay 39-40 dərəcə. Qanın göstəricilərində heç bir dəyişiklik olmur və antibiotik iynəyə qədər uşağa vururlar, qızdırma düşmür. Amma tək doza deksametazon, ona görə düzgün diaqnoz çox önəmlidir. Bu uşağın qızdırmasını düşürür və hər ay artıq ana bilir ki, aha, məsələn, ayın 20-25 arası bunu qızdıran vaxtıdır. 20-si artıq 37 yarım olanda... Bu sırf individual olaraq səslənir. Yəni, uşağın qızdırması var, bu dərman... Sadəcə fərqləndirmənin nə qədər önəmli olduğunu mən deyirəm. Uşaq aylarla aldığı antibiotik müalicənin nə qədər ehtiyacsız, nə qədər ona gərək yox imiş olduğunu biz anlayırıq və burada tamamilə yanaşma və müalicə fərqli yön alır və uşaq tamamilə fərqli bir sahənin, revmatologiya sahəsinin xəstəsi hesab olunur, belə deyək. Demək ki, uşaq sizin davamlı təqibinizdə qalmalıdır ki, artıq ən az 2 qızdırma atakında biz bu uşağı görmək istəyirik. Məsəl üçün, mən müayinə elədim. PFAFA sindromunda nədir? Periodik fever, aftostomatit, boğazda tonzilit, limfadenit. Məsələn, bu əlamətlərdən biri varsa və mən düşünürəmsə ki, bu PFAFA sindromudur, ilk dozamı verirəm, səhəri çağıram, bu şikayətlər hamısı silinir. Müdafiə mexanizması zədələnib də, belə deyək. Bəli, eynən, immunitet fərqli, anormal reaksiya verir və səhəri gəlirəm ki, bütün şikayətlər silinib. Uşağa baxıram, boğazda ağappaq ərpdən heç bir əlamət qalmır, qızdırmada düşüb. İkinci atakda hər ehtimal yenə görürəm və əmin oluruq ki, bu PFAFA sindromudur. Bundan sonra ana hər ay qızdırma zamanı qızdırmanın önündə həmin dərmanı verir, qızdırma düşür. Və təbii ki, bu halda əgər bu hər ay təkrarlanırsa və çox uzun müddət davam edirsə, biz tonzilektomiya əməliyyatı bu sindromun tutmaların önünə müəyyən qədər keçir. Tam sağaltmasa da xeyli azaldır deyə onun da gedişatda tövsiyə etdiklərimiz hallar olur. Odur ki, uşağın müayinəsində dəqiq anamnez, sorğu və diqqətli müayinə sizin dediyinizə, sözünüzə qüvvət, diferensial diaqnostika çox önəmlidir və şübhələndiyimiz anda da irəli müayinə, laborator və instrumental müayinə də əlbəttə ki, son diaqnozu qoymaqda bizə kömək edicidir. Çox önəmlidir. Əslində, ucdan tut elə bu tanzilaların kəsilməsi və əslində o da müdafiə mexanizmasıdır. Yenidən qusma mövzusuna qayıtmaq istəyirəm. Doktor, çünki az öncə dedim ki, bəzən qurd xəstəlikləri səbəbi ilə də heç nə bilmir ya, ağlımıza qurd gəlir. Yəni, uşaq qusur, qaşınır, dəri səpir, ürək bulanma verir, yatmır, yata bilmir, əsəbidir, aqressivdir, ağzından su axır. Bütün bu əlamətlər qurd xəstəliklərində də var. Də var. Amma
həqiqətən qurd xəstəliyidirmi? Hansı növüdür və var olan növü həqiqətən o uşağa təhlükəli şərait yaradırmı? Qurd xəstəliklərində də biz bu şikayətləri və əlamətləri görə bilirik. Hətta ürək bulanma, qusmadan savayı çəki itirmə və eyni zamanda qarında şiddətli kramp kimi sancı şəkilli olan ağrıları da biz lyamblia, məsəl üçün lyamblia kimi və ya digər qurd xəstəlikləri kimi xəstəliklərdə görə bilirik. Odur ki, əlbəttə qusma və ürək bulanma şikayəti olan uşağın qurdu ola biləcəyini düşünməliyik və müxtəlif aralıqlarla 3 gün arayla nəcis analizinə ancaq və ancaq nəcisdə qurdu axtarmaqla biz bu xəstəliyin diaqnozu asanlıqla qoya bilirik. 3 dəfədə əgər qurd çıxmırsa, deməli bu uşaqda qurd xəstəliyi yoxdur deyə bilərik. Bəzən isə məsəl üçün enterobiyoz dediyimiz... Bu hansı periodlarla aparılır? 3 gün arayla, minimum 3 gün arayla eləyə bilərlər. Məsələn, enterobiyoz dediyimiz qıl qurdu var. Əgər uşağın poposu qaşınırsa, məsələn, nəcis analizində bu qurd çıxmayacaq. Yəni, qıl qurdunun nəcisə çıxma ehtimalı çox-çox aşağıdır. Səbəb? Burada diaqnoz, çünki o yumurtlama periodunda ancaq düz bağırsaqda daha çox yaşadığına görə yumurtlama periodunu tutmaq lazım. O da səhər saat 5-6 radələrində ana dəli ətrafına çıxaraq, sfinkter ətrafına çıxaraq yumurtlayır. O dövrdə oradan yaxma götürərək biz diaqnozu asanlıqla qoya bilirik və selofan bant dediyimiz skoç vasitəsilə yaxmada adətən qoyulur və 3 dəfə yaxmada 90% qurd varsa aşkara çıxır. Odur ki, yəni hər qurda görə diaqnostikada fərqli olur. Məsəl üçün, lyamblia 12 barmaq bağırsaqda yaşayır. 12 barmaq bağırsaq mədə-bağırsaq traktının ən üst qismi olduğuna görə və mikroskopik bir parazit olduğuna görə nəcisdə ümumiyyətlə gözlə görülmür və analizdə də çox az çıxır. Məsələn, müasir yöntəmlər var, spesifik antigen testləri var. O zaman lямbliyanın nəcisdə ayrıca antigen testi vasitəsilə diaqnozunu qoya bilirik. Yəni, o da şübhə yaranarsa. Bəli, həssas testlərdir və ehtiyac halında da 3 dəfə təkrarlana bilir. Lyambliyada çünki müalicə tamamilə fərqli gedir. Digər qurd növlərində bəzən ortaq müalicə götürülsə də lyambliyada fərqli olduğuna görə bunun diaqnozu çox önəmlidir. Və lyambliyada da ən çox qusma və ürək bulanma 12 barmaq bağırsaqda yaşayan bir parazit olduğuna görə ürək bulanma, qusma, ağızda qoxu kimi və qarında sancı şəkili ağrı kimi və əsas əlaməti yağlı nəcis kimi steatoreya olduğuna görə lyambliyada yağlı nəcislə əlamət göstərən bir parazitdir və əlbəttə ki, qusma və ürək bulanma şikayətinin altında parazitar xəstəliklər də həmçinin mütləq inkar olunmalıdır. Biz quyruq kimi növlərdən danışdıqsa, anus ətrafı qaşınmalar və s. bir çox uşaqlarda müşahidə olunur. Amma uşaqlar çox vaxt bunu dilə gətirə bilmir. Hətta o qaşınan nahiyəni belə qaşıdıqda dırnaqlarla yenidən transfer edərək onu... Autoinvaziya deyilir. Varmı elə bir hal? Bəli, bəli. Poposunu qaşıyır. Yəni, reallığı nə qədərdir onun? Bəli, dırnaqları tutulmayan və ya dırnaq yeyən uşaqlarda, əlini tez-tez ağzına aparan uşaqlarda poposunu qaşıyır və həmin bulaşmış əllə də əlini ağzına apararsa və yemək yeyərsə, hansı meyvəyə atışdırmalıq yərsə, təzədən həmin parazitlə autoinvaziya edir, yəni öz-özünü təkrar yoluxdurur. Bu niyə önəmlidir? Məsələn, bəzi parazitlər bizim bədənimizə düşür, amma hər bizim bədənimizə düşən parazitar xəstəlik törətmir. Düşdüyü kimi də bədəndən xaric olub gedə bilir. Bəzən immun sistemimiz, orqanizmimiz özü də o paraziti bədəndən ata bilər və parazitar xəstəlik törətməyə bilər və belə olduğu təqdirdə əgər bizdə xəstəlik törədilməyəcəkdirsə, autoinvaziya vasitəsilə xəstəliyə törənmə, yoluxma riski yüksəlmiş olur. Ona görə uşaqlarda gigiyena çox önəmlidir. Əl yuma vərdişləri çox önəmlidir. Bəli. Meyvə tərəvəzin yaxşı yuyulub uşağa verilməsi çox önəmlidir və düzgün əlin yuyulması çox önəmlidir. Hər bir valideyn uşağına düzgün əl yuma qaydalarını öyrətməlidir və onu tətbiq edib etmədiyinə də nəzarət etməlidir. Bəzən sadəcə öyrətmək yetmir, tətbiqinə nəzarət də ailə tərəfindən mütləq olunmalıdır. Evdə ailə tərəfindən, məktəbdə müəllim və ya məktəb bağçadırsa tərbiyəçi və baxıcı tərəfindən vərdişlərin düzgün idarə olunması, riayət olunmasına nəzarət edilməlidir. Varmı sonda demək istədiyiniz? Sonda mən valideynlərə tövsiyəm odur ki, xəstəliklərlə yorulmamaq, həm özümüz, həm uşaqlarımız yorulmamaq üçün profilaktika və sanitariya qaydalarını uşaqlara öyrətsinlər və profilaktik tədbirlər, həkimlərin tövsiyə etdiyi profilaktik tədbirləri, peyvəndlər daxil, gigiyena və s. mütləq diqqət edəsinlər və bunu ciddiyə alsınlar. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Bir daha xatırladım, həkim, pediatr Günay Rəsulova studiyamızın həkim qonağı idi. Leyla Medikal Sentrdə fəaliyyətini davam etdirir. Buyurun, müraciətlərinizi edə bilərsiniz. Qısa aradan sonra yenidən qarşınızdayıq.